Salamlar hər kəsə. Bugün Duolingo'da interactive reading nədir? Onun haqqında danışacağıq. Burada məsələ nədir? Məsələ odur ki, təkcə sürətli bir şəkildə anlayaraq oxumaq yox, həm də ağıllı bir şəkildə davranmaq, ağıllı bir şəkildə oxumaqdan nəzərə tuturuq. Məsələn, bu nədir? Read with a purpose. So, before looking for the answer, ask yourself. Deməli, ümumilikdə cavabları seçməyə qaçmazdan öncə birinci özünüzə bu sualları, bu 3 sualı başlamazdan öncə verin. What is the main topic? Əsas topik nədir? What's the author purpose? Yazıcının məqsədi nədir burada? Nəyi bizə çatdırmaq istəyir? And how is the passage organized? Bu əsas məsələdir və izah edəcəm niyə. Deməli, bir mətn necə orqanizə olub? Necə sıralaması var? Əsasən bilirik ki, introduction olur, body paragraflar və axırda conclusion. Amma ortalarda bilirsiniz ki, cause and effect relationshiplər olur, kontrastlar olur. Hansı ki, digər slaytda bunun haqqında danışacaq. Məsələn, a passage about climate change may include causes, effects, possible solutions. İqlim dəyişikliyi ilə olan bir mətn nə ilə bağlı ola bilər? Nə şəkildə orqanizə ola bilər? Səbəblər, iqlim dəyişikliyinə nə səbəb olub? Onun effektləri nə nəticə olub? Və bəzən də solution da verilə bilər, həll yolları, necə həll etmək olar, necə bunu dəyişmək olar. Bu, əgər düşünsəniz ki, və bunu da necə eləyə bilərsiniz, çoxlu mətndən oxumaqla artıq bilirsiniz ki, başa düşürsünüz ki, bir çox mətnlərdə, məsələn, climate change-in bir mövzuda, ola bilər ki, AI ilə bağlı bir mövzuda, məsələn, AI necə yarandı, səbəbi nə idi və təsirləri nədir və axırda da əgər lazım gələrsə nümunələr, solutionlar. Bu nə üçün lazımdır bizə? Bəzən sizə suallarda detallar soruşa bilərlər və yaxud da ki, suallarda sizə mətnlə bağlı suallar verə bilər. Bir şeyin səbəbini, bir şeyin nəticəsi nə oldu, hansı həll yolları verilib. Bu halda vaxt itirmədən bir mətni necə oxuya bilərsiniz? Məsələn, bilirsiniz ki, mətn bu şəkildə orqanizə olunub, təşkil olunub və siz, məsələn, səbəblər haqqında, effektlər haqqında axtaranda mətnin başlarına yox, ortasını oxuyacaqsınız. Ortasında detal axtarmaya başlayacaqsınız. Bu da sizə nəyi qazandırır? Təbii ki də vaxt qazandırır. Ona görə də bu əslində, belə deyim, bir növ trikdir ki, sizi çox rahat bir şəkildə vaxtınızı çox xərcləmədən sualın cavabını tapmağa kömək edə bilər. Don't choose answer because it sounds right. Düzgün səslənən, qulağa düzgün gələn cavabı və yaxud da ki, sizin məntiqinizə uyğun gələn cavabı seçməyin. Bəzi tələbələr nə edirlər? Gedirlər birinci cavabları oxuyurlar və sadəcə mətnin mövzusunu oxuyurlar. Və cavablar arasında mətnin mövzusuna əlaqədar olan cavabı seçirlər. Düşünürlər ki, mən burada vaxt qazanım. Axı, elə deyil. Sən bilə bilməzsən ki, mətndə əsas məsələ nədir və mətn bu cavabı dəstəkləməlidir. Əgər sənə məntiqli gələn bir məsələ, cavab mətndə özünü göstərmirsə, mətn onu dəstəkləmirsə, support etmirsə, sən onu düzgün cavab olaraq seçə bilməzsən. So, choose it because the passage supports it. Ask yourself. Özünüzə bu sualları verin. Which sentence gives evidence? Faktı hansı cümlə verir? Hansı cümlə sübut edir ki, bu cavab düzgündür? Can I underline the idea in the text? Mən bu ideyanı underline edə bilərəm, altına xətt çəkə bilərəm, highlight edə bilərəm. And is this answer based on the passage or my own opinion? Yəni, mən bu cavabı sübutunu, bu cavabın vurğulandığını mətndə tapa bilirəmmi? Highlight edə bilirəmmi? Yoxsa bu sadəcə mənim öz fikrimdir? Yəni, bu fərqi bilərəkdən oxumanızı etməyiniz çox vacibdir ki, yanlışa düşməyəsiniz. Məsələn, why did the city plant more trees? Bu sualımızdır. Good approach. Go back to the paragraph discussing the city's decision and find a sentence that explains the reason. Bu etməli olduğunuz bir şeydir. Əgər sizə belə bir sual veriblər ki, bəs şəhər daha çox, nə üçün daha çox ağaclar əkməyə planlaşdırır və s. Orada sizə məntiqli gələn cavabı yoxdur. Gedirsiniz paragrafı, oxuyursunuz, tapırsınız və ona uyğun cavabınızı seçirsiniz. Bu hissədə məntiqinizi, öz fikrinizi istifadə etməyə çalışmayın.
Mindsetiniz necə olmalıdır? Strong readers don't panic. Bu o deməkdir ki, yaxşı oxuyucular, güclü oxuyucular panikaya düşmürlər. Read the four meaning first. Birinci mənanı anlayırlar. Daha sonra find evidence before answering. Cavab verməzdən qabaq cavablarını dəstəkləyəcək sübutu tapırlar passage'da. Ignore information that is not relevant. Cavabları eliminate eləmək var. Yəni ki, düzgün olmayan cavabları çıxmaq. Bu da sizə kömək edir ki, qarışıq olmasın və yaxud da ki, arada qalmayın. Uyğun olmayan, aid olmayan cavabları silirlər. Trust the passage, not their assumptions. Öz fikirlərinə yox, passage'a güvənirlər. Yəni ki, tekstdə. Bu qədər.